Şaban ayı xüsusi oruc haqda və ya xüsusi ibadət haqda varid olan əksər hədislər ya zəifdir, ya qondarma hədislər. Nə üçün insanlar bu cür ibadətlərə canfəşanlıq edirlər? Yəni sünnədə varid olmayan, Peyğəmbər sallallahu əleyhi və səlləm ya səhabələrinin etmədiyi. Bilirik ki, bu aydan sonra Ramazan ayı gəlir. Bu aydan sonra Ramazan ayı gəlir. Ramazan orucu fəzilətli oruc, əzəmətli oruc, hansı Allah təala fərz edib bizə. Və ondan qabaq olan oruc və ondan sonra olan oruc da əzəmətli oruc olmalıdır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm məhz bu ayı seçməsinin əsas səbəblərindən biri də odur. Çünki Ramazandan qabaq Şaban ayıdır və Ramazandan sonra da Şəvval ayının orucu, əzəmətli oruc. Ona görə nə Ramazana yaxındır, nə qabaq, nə sonradırsa, həmin aylarda yəni bu ibadəti etmək əzəmətli ibadətdən sayılır. Deməli bu ayda nəsə xüsusi bir ibadət yoxdur. Bu ayda xüsusi bir ibadət. Günü hansı bir xüsusi günü xüsusiləşdirmək, o gecəni yatmamaq. Yəni belə bir şey yoxdur. Yəni heç hədis varid olmayıb ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayın gecələrindən hansısa gecəsini xüsusiləşdirib ibadətə keçirir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayda etdiyi ibadəti orucdur. Və orucu da xüsusiləşdirməyib, xüsusi gün kimi. Necə ki, bəziləri görürsən ki, Şaban ayının ortasından bəli, günləri. Və o haqda hətta Əli ibn Əbi Talib necə ki, İbn Məcə və başqaları rivayət edir. Hədis də nəql edirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bu ayın yəni Ramazanın, Şabanın orta gününün gecəsinin ibadətdə keçirin, yəni qiyamda keçirin, gün ortasında orucda keçirin. Bu hədis batil hədisdir. Yəni qondarma hədisdir. Yoxdur, yəni Şaban ayının ortasının xüsusi orucu və ya xüsusi ibadəti, xüsusi hansısa ibadətlər, hansı ki, insanlar cürbəcür namazlar, həmçinin yığıncaqlar, ziyafətlər fikirləşib bu ayın ortasında edirlər. Bunlar hamısı şəriətimizdə varid olmayıb, hamısı batil, ya zəif, ya qondarma hədislər əsasındadır. Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabit olmayıb. Sadəcə Şabanın ortası haqda, yəni varid olan və ya Şabanın fəziləti haqda varid olan nədir? Bu ayın ortasının gecəsi Allah təala məxluqatına baxar. Bu hədis sabitdir. Məxluqatına baxar və məxluqatından hamını bağışlayar. Yalnız müşrik və kin saxlayan, ədavət saxlayan istisna olmalıdır. Çünki bilirik ki, şirk əzəmətli ibadət, əzəmətli günahdır. Peyğəmbər sallallahu əleyhi və səlləm onu böyük günah adlandırır. Hətta İbrahim peyğəmbər şirkdən Allah təalaya sığınır. Baxmayaraq Allah təalanın peyğəmbəri idi, əzəmətli peyğəmbərlərdən biri idi, lakin deyirdi ki, ey Rəbbim, məni və zürriyyətimi bütlərə ibadət etməkdən qoru. Səbəb də nə idi? Allah təala onun dilindən buyurur ki, onlar çox insanları zəlalətə salır. Ona görə İbrahim Həttəym edir ki, İbrahim peyğəmbərdən sonra kim özünün üçün əmin ola bilər bu bəladan, bu şirkdən. Və həmçinin də nifrət və ya kin saxlamaq, bilirik ki, şəriətimiz qadağan edir. Kin saxlamağa, ədavət aparmağa, dünyavi şeylərə görə. Dünyavi işlərdə kin saxlamaq, qardaşınla ədavət aparmaq, düşmənçilik etmək qadağandır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmdən varid olan başqa bir səhih hədisdə gəlir ki, Allah Taala bütün məxluqatını bağışlayar, lakin bir-birinə kin saxlayan iki nəfəri istisna edər. Və deyər ki, mələklərinə baxın, onlar nə vaxt düzəlsələr, islah olsalar ondan sonra. Və bilirik ki, düşmənçilik, kin saxlamaq həmçinin səbəblərdəndir ki, dualar qəbul olunur həmin kin saxlayan, ədavət aparan insanlara.